Dostlar salam, hər vaxtınız xeyir. Bugün bizim Belqradda son günümüzdür. Tətilimizin son günündə gəzmədiyimiz bütün yerləri gəzmək qərarındayıq. Ona görə də ilk dayanacağımız nöqtə buradakı İllüzyon muzeyi oldu. Bura muzeyin girişidir və arxa tərəfimdə görsəz, burada kiçik bir mağaza yaradıblar. Yəni bunları hədiyyəlik kimi almaq olar. Sözün düzü muzeyin içərisində nə ilə qarşılaşacağımızı bilmirəm, amma yəni deyilənə görə çox maraqlı bir muzeydir. Keçid edib baxaq. Birazdan yeyiləcəm. Dostlar, muzeydə ilk diqqətimi çəkən bu Magic Box adlandırılan görüntü oldu. Bunun nəyi fərqlidir? Baxın, bu müstəvidən baxanda biz bunu üçbucaq kimi görürük. İndi isə gəlin əks tərəfdən baxaq. Burada isə kvadrat formasında olduğunu görürük. Dostlar, ilk öncə bunları görəndə nə olduğunu başa düşə bilmədik. Daha sonra bu arxa tərəfdə, orada şəkildə izahı verilir. Mən burada oturanda sanki stolun üstündə oturmuş kimi görsənirəm, deyəsən. Dostlar, bura illüziya otağıdır. Bu dəqiqə buradan necə görsəndiyimi bilmirəm. Sadəcə olaraq burada iki nöqtə var. Bir burada dayanmalıyam, bir də burada. Yəni orada necə göründüyümü bilmirəm. Gəldik Kalemegdana, kameram işləyir, hə. Kalemegdan şəhərin mərkəzinə çox yaxın bir yerdə bir qaladır. Çox ərazisi həddən artıq böyükdür. Sonra gedir Dunay çayına çatır. Osmanlı dövründən qalan bir qaladır. Tərcümə edirəm ki, Kalemeydan deməkdir. Adı heç dəyişilməyib, belə olduğu kimi qalıb. Kalemegdan. Və bugün şansımıza hava çox qəşəngdir. Buranın ərazisi çox böyükdür, gəzmək üçün, yəni açıq. Təxmini 1 saat, 2 saat bura vaxt ayırmaq lazımdır gəzməyə. Panoramik görüntüyə hazırsınız. Mən də birinci səfərdə görəcəm. Burada çox deyilənə görə, onların yalancısıyam, çox güclü bir panoramik görüntü var. Hazırsınız. 1, 2, 3. Həqiqətən möhtəşəm. It's amazing. Dunay çayı və ətrafındakı şəhər. Bura adadır əslində, oradan görürsünüz. Bu ən qabaqdakı çaydan sonraki adadır. Çayın ortasında balaca bir meşə kimi düzəldiblər ada. Beşdə elə var imiş, düzəltməyiblər. Amma içərisində böyükdür, ərazisi gəzmək olur. Sonra körpü məncə yoxdur, gəmi ilə keçirlər. Bura keçə bilsəm, oranı da göstərəcəm sizə. Kalemegdan bu nöqtəsinə gəlib gözəl bir Instagram üçün şəkil çəkdirə bilərsiniz. Burada da belə skamyaka qoyublar ki, oturun. Görüntü həqiqətən yaxşıdır. Gecə vaxtı məncə bura daha qəşəng olar. Işıqlar falan var. Gecə də gəlib baxmaq olar.
Dostlar, Belqradın ən məşhur pizzacısına gəldik. Maestro Margarita. Bura Belqradın düz mərkəzində yerləşir. Ən məşhur olmasının səbəbi mükafat alması ilə bağlıdır. Yəni bu pizzacı dünya reytinqində, bütün dünya reytinqində hal-hazırda 38-cidir. Yəni Serbiyada ümumiyyətlə nömrə 1-dir. Dünyada 38 yerdədir. Çox təriflilər, həddən artıq yaxşı dadlı pizzalar var. İndi sizə göstərəcəm. Qiymətlər belədir. Margarita var 990-a. Margarita di Buffalo 1490. İndi birini yoxlayacaq. Vegan var 1295. Haradasa 990 nə qədər eləyir? 10 manat falan eləyir. Təxminən 10 manat. 1000 dinar haradasa 10 manat eləyir. Və ekstra acılı var. Soprano 1590. Fərqli qiymətlərə var. İndi birini yoxlayacaq. Sifarişimiz gəldi dana ətindən Bresaola. Adı belədir, çox əndrabadi bir adı var. Bresaola. Bilmirəm dadı necədir. Bir dənəsini yoxlayım görüm. Ayağın sənin izni ilə bir dənə yoxlayıram. Görün necə dadır. Bunu da deyəsən ki, kəsmirlər. Neyse, bir dənə kəsib yoxlayıram bu. Dünya reytinqində 38-ci olan bu pizzacının görün pizzası. Xamır nəsə. O da elə elədir, yoxsa yox. Heç bacarmıram bu işlərdə. Neyse. Yoxlayım görün nə dadır. Dana ətindəndir. Çox yaxşıdır. Həqiqətən çox yaxşıdır. Başqalarını bilmirəm indi Margarita necədir və ya başqası, amma bu yüngül turş dadı var. Bilmirəm nədən gəlir o. Yüngül turş dadı var, amma əti və xəmiri həddən artıq yaxşıdır. Otel Moskvaya gəldik. Serbiyanın, Belqradın ən mərkəzində yerləşir. Otel Moskva. Bir əsrdən çoxdur, yaşı var. 1908-ci ildə əsası qoyulubdur. Yəni çox məşhurdur Belqradda. Ən məşhur olmasının səbəbi, yəni bir əsrdən çox yaşının olmasından səbəbi ayrıca nədir? Burada Albert Einstein qalıb. Albert Einstein bu oteldə qalıb. Yəni deyəcəksiniz Belqrad hara, Albert Einstein hara. Məsələ odur ki, Albert Einsteinin yoldaşı əslən Serb olubdur. Novi Sadda da evləri var. Özü də gəlibdir, vaxtı ikən bu oteldə qalıbdır. Yəni məşhur olmasının səbəbi bir növ budur. İçərisində də həqiqətən restoranı var. Çox yaxşı belə deyim, yeməklər verirlər. Bilmirəm, yeməklər verirlər yoxsa yox, baxam, amma şirniyyat üzərinə çox yaxşıdırlar. İndi keçib baxacaq. Otelin içərisində belə bir kafe kimi yer var. Əsasən şirniyyat üzərinə işləyirlər. Yəni lanç eləməyə yemək yoxdur demək olar ki, ancaq şirniyyatdır. Təbii ki, otelin bir əsrdən çox yaşının olduğunu nəzərə alsaq, içəridəki qiymətlər biraz normaldır, başa düşməlidir. Çünki balaca şirniyyatlar, special şirniyyatlarını sifariş verdik. Təxmini 10-15 manat civarında bir şeydir balaca şirniyyatlar. Biz sifariş verdiyimiz şirniyyat bir dənə baxım adlarına. Biri Moskva Şnit, biri də Baron.
Mənə yaxın olan barondur, şokoladdır. Bu da şnitdir, Moskva şnit. Əsasən bunu çox gördüm ki, əksərən insanlar bunu daha çox yeyir. Afisant da bunu təriflər, special budur. İndi ikisini də yoxlayacağam. Bir də nəzərə alaq ki, otelə bura məşhur alim Albert Einstein bu oteldə qalıbdır. Yoldaşı özü əslən serb olubdur. Ona görə o vaxtı yoldaşının da Novi Sadda evi var. Yəqin ki, burada arada gəlibdir, həmin bu oteldə qalıbdır. Yəni ki, o vaxtı elçiliyə falan gələndə bu oteldən istifadə edibdir. Nəysə, menyuda da əslində var. Göstərim sizə. Yoldaşının adı, başqa kimlər qalıbdır. Onların hamısı burada qeyd olunubdur. Baxın, onu da göstərim sizə. Görürsünüz. Albert Einstein haqqında məlumat verilir. Yəni, haçan gəlib. Nəysə, birinci baronu yoxlayıram. Görün, baron necə dadır. Çox yumuşaq, həqiqətən çox yumuşaqdır. Ağızda yayılır. Nəysə, şniti də yoxlayaq. Şnit də budur. İçərisi deyəsən çiyələklidir. Baxım şnitə də. Bu daha yaxşıdır. Special olmağının səbəbi həqiqətən çox dadlıdır. Moskva şnit mütləq gəlsəz əgər Moskva oteldə bunu yoxlayın. İsə Belqradın gecə görüntüsü. Bura şəhərin mərkəzinə biraz yaxın yerdir. Skadarska küçəsi. Bizim biraz balaca, Targovun biraz balaca variantıdır. Daha qədimi yerdir. Skadarska. Burada əsasən keçmişdə ölkənin, şəhərin daha doğrusu tanınmış şairləri, yazarları bu küçələrdə yaşayıblar, bu küçəlerdəki evlərdə. İndi də o ab-havanı qoruyub saxlayıblar. Ancaq belə hər tərəfdə demək olar ki, belə türk stili meyxanələr düzəldiblər. Burada da bir dənəsi var. Belgradska meyxana. Görə bilərsiniz. Bir gün haçansa Belqrada yolunuz düşsə, mütləq Skadarska küçəsinə gəlin. Burada ölkənin, serblərin ən sevdiyi milli içkisi var, rakica. Əslində türklərin bir növ rakısına oxşuyur, amma fərqli dadları da var. Alçalı var, gilaslı var, çiyələkli var. Yəni spirtli içkidir. Çox maraqlıdır. Burada şəhərdə satırlar, hər cür növdə var. Gedək, yoxlayaq. Tam girişdə gördüyünüz kimi rakicaların hər növü var. Moruqlu, ballı, bu ərikdir deyəsən, ərikli, heyvalı. Yəni fərqli növlərdə ala bilərsiniz. İndi təxminən bir dənəsi 3 manata falan başa gəlir. İndi yoxlayaq görək hansıdır. Excuse me, bu əriklidir. Bunda 40% alkoqol. Spirit içməyən biri olaraq bunu eləmək nə qədər düzdür bilmirəm. Yoxlayım görüm necə alır. Əslində yaxşıdır. Biz mən öyrəşməmişəm deyə biraz mənə çətin gəlir. Və moruqlu var. Bunda 20% daha azdır alkoqol. Bunu görün bu necə dadır. Bu da yaxşıdır. Heç bax spirit içki az içənlər üçün məncə bu daha yaxşıdır. O daha çox mən öyrəşə bilmədim. Bu daha yaxşıdır. Hə dostlar, bir Serbiya gəzintimizin də sonuna gəldik. Bugün sonuncu günümüzdür. Qar da yağıb dünəndən. İnşallah bugün axşam Bakıya qaydırıq. Təəssüratların nədir? Təəssüratlarım çox xoşuma gəldi. Yəni bu şəhərə bir də qayıdıb gələrəm. Çünki həm abu-havası, həm balaca şəhər deyil, yəni böyük şəhərdir. Və ən çox da yeməkləri, ətlərinin dadı, hamısı çox xoşuma gəldi. Mən də deyə bilərəm, yaxşı şəhərdir. Əslində
bir növ bura gəlməmişdən qabaq məndə belə bir şey var idi ki, yəni ölkə təhlükəli ola bilər. Yəni çünki eşidirik məsələn serblər haqqında ki, biraz ölkə təhlükəlidir, amma mən təhlükəli heç nə görmədim sözün açığı. Düzdür, xəbərlərdə eşidirik burada cinayətin nə qədər olduğunu, ancaq demək olar ki, təhlükəli bir şeylə rastlaşmadım. Yəni ümumilikdə təəssüratlarım yaxşıdır. Yəni bir də gəlmək olar. Həm Belqrada, həm Nişə, həm Novi Sada. Əgər belə maraqlı yenə travel videoları istəyirsinizsə, like qoymağı və kanalımıza abunə olmağı unutmayın. Hələlik. Sağ olun.